İndi isə sadəcə ikili say sistemindən 8-li say sisteminə keçidi göstərəcəm. Bu zaman yenə 4-2-1 qaydasından istifadə edirəm və ədədləri 3-3 ayırmış oluram. Axırıncı rəqəmdə 2 dənə ədəd qaldığına görə bura bir dənə 0 əlavə edib 3-ə tamamlayıram. Bunun olub-olmamasının heç bir mənası yoxdur və ədədlərimi qeyd edirəm. 0, 1, 0. Bu məndə təkcə 2-nin altında 1 olduğuna görə bu məndə 2-ni vermiş oldu. Daha sonra 1, 1, 1. Bütün ədədlərin altında 1 var olmasa bu ədədlərin hamısının olması deməkdir. Yəni cəmlənəcək. 4 üstə 2, 6, 6 üstə 1, 7 eləmiş oldu. Daha sonra 0, 0, 1. Burada təkcə bir ədədin olduğunu görürəm və yenidən 0, 1, 0. Bu zamanda təkcə 2-nin olduğunu görürəm və gətirib rəqəmlərimi yerinə. Mən birinciyə nə aldım? 2 aldım. Bura 7 aldım. Bura 1 aldım. Bura isə 2 almış oldum. Və 2, 7, 1, 2. 8-lik say sistemində ədədlərimi bu formada almış oldum. İndi isə 16-lıq say sisteminə baxaq. 16-lıq say eyni ədəd üzərində göstərəcəm. 16-lıq say sisteminə keçid zamanı 8, 4, 2, 1 qaydasından istifadə edirəm. Və bu zaman ədədləri 2, 3, 3 deyil də 4, 4 ayırmış olacaq. Yəni buradan, yenə burada 3 oldu. 4-ə tamamlamaq üçün 0 əlavə edirəm və 8, 4, 2, 1 qaydasından istifadə edəcəm. Yenə ədədimi gətirirəm, yazıram. 0, 1, 0, 1. Bura alındı. 4 və 1, 5 alındı. Həmçinin burada 5 alındı. Daha sonra bura 1, 1, 0, 0. Bu zaman 8 və 4-dən istifadə olundu və 12. 12 bilirik ki, C deməkdir. 16 say sistemində bura C alındı. Daha sonra 1, 0, 1, 0. 8 və 2, 10 alındı. Bu isə nə deməkdir? A deməkdir 16-lıq say sistemində. A alındı və mənim aldığım dəyər 5, C, A və 16-lıq say sistemində.